Dostlar, Qaraçuxur qəsəbəsinin mərkəzində, çox gözəl bir ərazidə tatlı un məmulatların yanı, 146 nömrəli məktəbin yanında otaqdan 3 otağa düzəlmə, mənzilimiz satışa çıxıb. Ben fırlan zalı göstərir qardaşım. Mənzilin kosmetik işlərə ehtiyacı var, dəyərli izləyicilər. Amma yerləşdiyi mərtəbə, layihəsi həqiqətən əladır. Müştərilərin axtardığı bir layihədir. 9 mərtəbəli binanın 6-cı mərtəbəsi. 2 otaqdan 3 otağa həqiqətən əla düzəlib, ətraflı göstərəcəm dostlar. Yəni qanuni 3 otaqdan seçilmir. Bütün otaqlara pəncərə düşür. Bura mənzilin zalıdır dostlar. İstilik sistemi dövlətin verdiyi istilik sistemidir. Mənzilin qazı, işığı, suyu daimidir. Sənədlər də tam qaydasında. Zal hardasa 20 kvadratdan artıq ölçülərə sahibdir. Növbəti bir otağımız hardasa 15-16 kvadrat metr ölçüləri olan belə geniş otağımız var. Yəni bütün mebellər yerləşir. Ətraflı bir göstərək zəhmət olmaz. Buradan da eyvana çıxışımız var. Mənzilin dediyim kimi dostlar, kosmetik işlərə, indi təmir kim istəsə öz zövqünə görə təmir işləri görə bilər. Bir dənə ətraflı göstərək qardaşım. Geniş bir dənə xol hissəmiz var. Burada mənzilin dəyərli izləyicilər, qapıdan giriş hissəsidir. Sağda sanuzel, sanitar qovşağımız. Bir dənə ətraflı göstərək, izləyicilərimiz görsün. Sanuzel, sanitar qovşağı orta təmirli vəziyyətdə, səliqəli vəziyyətdədir. Alıb kirayə də vermirlər dostlar. Yüksək düzəlmə olan hissəsidir. Əslində bura, belə deyim də, proyektdə mətbəxdir, yəni mətbəxdə də göstərəcəm. Mətbəx eyvan hissəsinə keçir. Ev sahibi tərəfdən mətbəx eyvan hissəsinə köçürülür. Bura mənzilin yüksək düzəlmə olan hissəsi. Uşaq yataq otağı kimi də istifadə edilmək olar. Genişliyi hardasa 14-15 kvadrat ölçülərə sahibdir. Buranın da yüksək düzəlmə olan hissəsində dostlar, dediyim kimi, pəncərəsi də məhəlləsinə baxır. Yəni, çox, belə deyim də, evlərdə düzəlmə olan hissələrin pəncərəsi olur. İzləyicilərimiz bilir. Burada amma qanuni işdən seçilmir. Burada ev sahibi mətbəx yarar. 11 metrə uzunluğunda eyvan hissəsi var. Bir hissəsini saxlayıb eyvan hissəsini. Operatorumuz göstərsin. Bir hissəsini də mətbəxdə çevirir. Yəni, hal-hazırda mənzilimiz 3 otağa çox gözəl düzəlib, gördüyünüz kimi qanuni 3 otaqdan seçilmir. Buranın da pəncərəsi var dostlar. Buranın da mətbəxtin də pəncərəsi var. Dostlar, mənzilin qiyməti olduqca münasibdir. Yəni, çox şirin, maraqlı, gözəl bir qiyməti var. Bazar qiymətindən aşağıdır həqiqətən. Bu cür mənzillərin qiyməti, yəni əmlak saytlarında, əmlak səhifələrində görürsünüz. Müştərilərimiz yəqin ki, açır, baxır, maraqlanır. Bu cür mənzillərin qiyməti 135 min, 137 min. Yəni, indiki bazar üçün qiymətlər budur. Amma ev sahibi bu evi təcili satdığı üçün çox şirin bir dənə təcili qiymət qoyub 123 min manat. 123 min manat Qaraçuxur qəsəbəsində, mərkəzdə 146 nömrəli məktəbin yanı, tatlı məmulatların yanı, veteranlar parkın yanı. Yəni bu ərazidə dostlar, bu qiymətə həqiqətən mənzil yoxdur. Girib saytlarında da baxa bilərsiniz. Qiymət çox, belə deyim də, maraqlı qiymətli. Bilirəm, yəni videodan sonra inşallah izləyicilərimiz yığacaq, maraqlanacaq. Real alıcı olarsa ev sahibi tərəfdən çox cüzi, yəni indirim alına bilər. Çünki qiymət real qiymətdir. Bazar qiymətindən aşağıdır, çox güclü indirim olunmayacaq. 123 min manat cüzi indirim olunacaq. Dostlar, yerləşmə yeri haqqında məlumat verdim. Sənədlər tam qaydasında, Qubca, Texpasport, bütün sənədləri var. Mənzilin qazı, işığı, suyu daimidir, istilik sistemi, dövlətin verdiyi istilik sistemidir. Marşrut xəttinə də yaxın ərazidə yerləşir, infrastrukturun tam mərkəzində. 123 min manat. Dəyərli izləyicilərim, videonu izlədiyiniz üçün təşəkkür edirəm. Videolarımızı bəyənməyi, səhifəmizə abunə olmağı unutmayın. Sağ olun, var olun.